Salam aleykum, hər vaxtınız xeyir olsun dəyərli izləyicilər. Nərimanov rayonu Gənclik metrosunun yaxınlığında yeni tikili binadan 3 otaq möhtəşəm təmirli, tam əşyalı mənzil təqdim edəcəm. Mənzil yerləşir 16 mərtəbəli binanın 8-ci mərtəbəsində. Ümumi sahəsi 117 kvadrat, qanuni 3 otaq. Bura isə mənzilimizin qonaq otağıdır. Gördüyünüz əşyalar hamısı qiymətə daxildir. Pollar bambuq parket, bütün kondisioner otaqların hamısında kondisioner quraşdırılıb və çox gözəl panoraması var mənzilin, onu da sizə göstərəcəm. Gəlin keçək sizə digər sahələri göstərim. Koridor hissəsidir. Görürsünüz mənzildə hündürlük çox əladır, hündür bir mənzildir. Koridor hissəsinin əsas giriş hissədir. Giriş qapısı mənim sol tərəfimdə. Daxil olduğunuz burada güzgüdür. Əyləşməyə yer də var və bu hissədə də şkaflardır. Gəlin sizə şkafları göstərim. Ev sahibi şkafları bu hissəyə salıb. Aşağısında ayaqqabı qoymaq üçün yer və burada 2 qapılı, burada da eyni qaydada dolabı var. Gəlin sizə sanitar qovşağı və hamam otaqlarını göstərdim. Sanitar qovşağı və hamam otağı hər ikisi koridordadır. Koridordur, hamam otaqları hamısı stipol. Bu hamam otağında tuş kabin də var. Təmir ümumilikdə çox keyfiyyətli olub və təmirdən sonra da yaşayış olmayıb. Gəlin keçək mətbəxi və yataq otaqlarını göstərdim. Mənzilin çox gözəl mətbəxi var. Mətbəxi də tam elektronika ilə təmin olunub. Mətbəx mebeli yuxarı hissəyə qədər yığılıb, eyvana çıxışı var. Yerdə keramogranit istipoldur, istilik sistemi də kombidir. Mətbəxdə gördüyünüz kimi hamısı müasir üslubda paltar yuyan, bu hissədə qab yuyan və burada qaz peçi, tufovka və soyuducu quraşdırılıb. Buradan da ümumi balkona çıxışı var. Balkonda da qaz sayğacı kombi sistemi quraşdırılıb. Balkondan da panoraması qəşəngdir və əsas yataq otağından da sizə mənzərəsini göstərərəm. Keçək yataq otaqlarına baxaq. Bura birinci yataq otağı, bu yataq otağından da eyvana çıxışı var. Yataq otaqları da eyni qaydada tam əşyalıdır. Bütün mebellər hamısı keyfiyyətli. Və gəlin sonuncu əsas böyük yataq otağını da göstərdim. Bu yataq otağında çox gözəl panoraması var. Daxil olan kimi böyük şkaflar yığılıb. Otaqlar parketdir, yataq dəstidir. Gördüyünüz kimi kondisioner quraşdırılıb və qarşısı açıq, gözəl belə bir panoraması var. Gəlin vitraj pəncərələrlə birbaşa ADA Universiteti Yeni Parkı və sağ tərəfimizdə də Tofiq Bəhramov Gənclik metrosu yerləşir. Dəyərli izləyicilər, bu mənzil haqqında bütün məlumatları aşağıdan qeyd eləmişik. 117 kvadrat, 3 otaq, qiymət isə 470 min manat. Start qiymətli, real müştəri olsa razılaşmaq olar. Sağ olun, var olun.